Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq aydın yazıda olmasın. Həqiqətən bu Qur'an, İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır. Həqiqətən o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir. Şübhəsiz ki, sənin Rəbbin onların arasında öz hökmünü verəcəkdir. O, qüdrətlidir, biləndir. Sən yalnız Allaha təvəkkül et. Çünki sən açıq aydın haqq yoldasan. Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən. Sən körləri düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən. Qiyamət onların başlarının üstünü aldığı zaman, onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb, insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.